hamınızı salamlayıram. 27 sentyabr Azərbaycan xalqının anın günü olmaqla bərabər eyni zamanda bizim qürur günümüzdür. Bu gün biz Azərbaycan xalqı vətən uğrunda, vətənin suverenliyi uğrunda canından keçən şəhidlərimizi yad edirik. Biz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Şəhid analarının əllərindən öpür, onların qarşısında baş əyirik. 27 sentyabr eyni zamanda Azərbaycan xalqı başda Ali Baş Komandanı olmaqla dünya sübut elədi ki, biz heç vaxt işğalla barışmayacağıq və barışmadıq. Bütün o müharibə müddətində insanların Ali Baş Komandanın ətrafında necə toplaşdığını, necə cəsarətlə hər kəsin o torpaqlar uğrunda vuruşmağa hazır olduğunu bir daha sübut elədilər. Biz bu günləri, uzun illər gözləmişik, heç vaxt o torpaqları yadımızdan çıxartmamışıq. Mən o qaydanda o hisslər ki, insan yaşayır, onu dildə ifadə etmək biraz çətindir. Biz oradan çıxanda canımızı qurtarmaq üçün, sağ qalmaq üçün mübarizə aparırdıq, canımızı götürüb qaçırdıq, bütün varımızı, dövlətimizi, bütün həyatımızı qoyub qaçırdıq. Ancaq ora qaydanda qürurla qayıdırdıq, arxeyin qayıdırdıq. Biz 2 saatlıq bizim ailə, anam, qardaşım, bir də mən və bizim ətrafımızda olanlar 2 saatlıq maşın yolunu biz 4 günə gəlmişdik. Və onu gecə gündüz dayanmadan, heç bir yerdə dayanmadan, az, susuz, dayanmadan dağlarla, daşlarla, palçıqla piyada gəlmişik. Ancaq o yolları qaydanda biz baxmayaraq ki, o hissləri insan yenə yaşayır, ancaq onu qürurla qayıdırdıq. Bizim ailə 4 hissəyə bölünmüşdü. Nənəm bir maşında getmişdi, ondan heç bir xəbərimiz yox idi. Anam, bacım Turaz, kiçik uşaqlar, qardaşım, bacım bir maşında getmişdi, onlardan heç bir xəbərimiz yox idi. Anamla mən, bir də qardaşım bir ayrı düşmüşdük. Atam arxada qalmışdı. Biz atamdan 54 gün heç bir xəbər ala bilmədik. Atam dağlarda gizlənib, mühasirədə qalmışdı. Kəlbəcər, Lasın ərazisində mühasirədə qalandan sonra gəlib Qubatlı ərazisindən çıxmışdı. 54 gün dağlarda susuz, 19 nəfərlə bərabər və 19 nəfərin biri də qadını idi. Ancaq hisslər insanı nə qədər o anları yaşatsa da, yenə axırında bir qürur hiss edirsən, o torpaqlara qayıtmağın qürurunu hiss edirsən, qürurunu yaşayırsan, o təbiətə baxanda, o gözəlliyə baxanda insan hər şeyə valih olur və o anları unudur. Unudulası deyil, ancaq bir anlığa da olsa unudursan. Mən kəndimizə qaydanda ilk dəfə 1-ci sinifə getdiyim məktəbə getmək istədim. Məktəbə getdim çünki atam o məktəbin yaradılmasında, tikilməsində böyük zəhməti var idi. Müəllim kimi. Ancaq nə qədər çalışdım, məktəbimiz yandırılmışdı, viran idi, ancaq daşları qalmışdı. Ancaq nə qədər çalışdım o məktəbin həyətinə girə bilmədim. Ayaqlarım sanki tutuldu. Nə qədər çalışdım o çəpəri, o hasarı bir keçib, 2 addım önə atıb o həyətə girə bilmədim. Həyətimizdə, evimizə girəndə bütün yandırılıb, sökülüb, viran qalıb, amma xəyallar yaşayırsan, insan o anları bir an yaşayır. Uşaqlığımız, əlimizdən alınmış uşaqlığımız orada qalmışdı. Ora gedəndə, o həyətə girəndə, o uşaqları ki görəndə mən onlarla bəziləri ilə 20 il, 25 il, hansı ki qardaşım birinin nəvəsi mənəm, birinin nəvəsi odur. Heç bir əlaqəmiz olmuyor. Mən ora girəndə sanki o uşaqları görəndə elə bilirdim həman o 10 yaşında, 11 yaşındakı uşağım. Onlarla yenidən oynamaq istəyirdim. O yarımsıq qalan oyunları yenidən davam etdirmək istəyirdim. Nə bilim, artıq biz ora qaydanda atam vəfat eləmişdi, nənəm vəfat eləmişdi. Onlar insanın yadına düşdükcə, məsələn, nənəmin o bizi daim tərbiyə eləməsi, tənbih eləməsi, o hansı ki yandırılmış, viran olub, ancaq pəncərə durur, qapıdan durur, qaça-qaça gələndə ki, baxırdım, görüm nənəm pəncərədə, qapının ağzında deyil, nəsə eləməmişəm, görüm yenə mənə nəsə eləməz. Ora çatanda o bir anlığa o gözümün qabağına gəldi. Özümdən asılı olmayaraq yenə o pəncərədən əydim, bir belə baxdım.
qayıtdım geri, ancaq orada torpaqdan, palçıqdan, evlərin içindən ağac bitir. Əlimi atdım bir neçə yerə, o uşaqlıq paltarlarımız ki, o qalmışdı, hansı ki, yəqin ki, şifanerlər qırılıb edib. Paltarlar əlimə gəldi, bəzilərinin sırağı əlimə gəldi. Onların bəzilərini tapmayıb, müzey yaradılacaq. O əşyaların hansı ki, saxlanılıb. Onları bərpa edib, Laçında, eyni zamanda Borsus kəndində müzey yaradılacaq, o müzeyə veriləcək. O bəzi əşyalar orada yığılırlar, xatirə üçün, gələcək nəsillərə ötürmək üçün. Hisslər çoxdur, Miqbar müəllimə, ifadə eləməklə biləcəyən çətindir. Ancaq bu gün qürur duyuruq. Biz o torpaqları heç vaxt unutmamış, qaydırıq. Hamı da qaydacaq bir nəfər kimi. Böyük qayıdış başlayıbdır. Laçında, Kəlbəzərdə artıq, Xocalıda. Biz bütün toylarımızda yəqin burada toylarda iştirak edənlər var. Hamı deyir ki, inşallah bu toyu öz torpaqlarımızda edərik. Hamımız deyir, inşallah o toyu Laçında edərik. Ancaq çox şükürlər olsun ki, bu gün Laçında da toy oldu, Xocalıda da toy oldu, Zəngilanda da toy oldu və bu toylar yəqin ki, davam edəcək. Bu il mən 70'liyim, bu aydan artıq bizim kəndin tikintisinə başlayırlar. Orada böyük bir qəsəbə, Borç qəsəbəsi tikilir, aeroportun yanında. Və inşallah hamımız bir nəfər kimi qayıdışı gözləyirik. Biz bu qələbəni Müzəffər Ali Başkomandanın iradəsi ilə, səbiri ilə qazandıq. Və dəmir yumruqla düşmənə göstərdik. İnanmıram ki, erməni xalqı bundan sonra bir daha cəsarət eləyə bizə torpaq iddiası çəkir.